شاء الله أن يولد علي في بيته فيشرفه. Burada gümüşün və əminliyin məhək daşında qeybin bəyanı sərgər dəqiqliyi ilə həkk edilir. Haqqın yolu sədaqətin işığında qısalır. Məkkə, ruhun paytaxtı, onun evləri, pusquda duran nəfəsləri, dağları isə səssizlik və əzəməti ilə qaranlığın qəlbindən qopmaq üçün sübh çağına hazırlaşır. Kəbə, ruhların qibləsi. O, əbədi ləyaqətlə dayanıb. Allahın günlərin içərisində gizləyərək ona əmanət etdiyi sirri qoruyur. Fatimə gəldi, onun addım səsləri varlıq mərkəzinin təvaf nəğməsidir. O yavaş-yavaş yeriyir, bətnində isə səmanın əmanəti var. Allaha təvəkkül əli ilə müqəddəs Kəbənin pərdələrindən yapışdı, ruhu ilə səslənərək dedi: Ey evin Rəbbi, ey qeybin qəyyumu, ağıllara heyrətə salan sirrinin üzə çıxmasını asanlaşdır. Məhz o zaman sükut divarı ikiyə bölündü. Bəyan etmək mümkün olmadığı zaman daş dilə gəldi. Kəbənin yəmani sütunu dan yeri kimi sökülərək şək-şübhə zülmətini parçaladı. Fatimə Allahın himayəsinə daxil oldu. Divar vüqarla bağlandı. Aman Allah, şək-şübhəyə yer olmayan qeybi ziyafət və gözlərin görə bilmədiyi müqəddəs ziyarətgah. İnsanlar möcüzə qarşısında heyrətə gəlmişdilər. Əbu Talibdən başqa hamı kör olmuşdu. Yalnız Əbu Talib Allahın nişanəsini gözləyirdi. Həmin nişanə Kəbə evinin onurğasına həkk olunurdu. Əllər bağlı qapıları açmaq üçün onu itələdi. Amma onlar bilmirdilər ki, səmanın qapılarını torpaqdan yaranan əzələlər aça bilməz. Vadilərin ağsaqqalı olan Əbu Talib əlini qaldıraraq səsləndi. O, səxavətli Allahın qonağıdır və beləliklə səsküy səssizliyə çevrildi. Hamı dua edərək gözlədi. Sonra gizli nur həmin bölünmüş yerdən aşkara çıxdı. Fatimə oradan xaric oldu. O qucağında İslamın qəhrəman övladını tutmuşdu. Onun susqunluğunun əzəmətində risalətin heybəti gizlənmişdi. Əbu Talib onu arif əminliyi ilə qarşıladı. Onun adı Əlidir. Həmin adı ilə ucalıq şərəf tapmış və ədalət tərəzisi tarazlığını qorumuşdu. O, Kəbədə doğuldu və namaz mehrabında da şəhid oldu. Ondan zamanın silə bilməyəcəyi əbədi miras qaldı. O, Əlidir, Peyğəmbərin nəfəsi, haqqın nuru və ədalətin ənməyən bayraqdır.